Ondan belə başa düşürəm ki, yəni bizim genetikamızda bir xəstəlik ola bilər, amma bu özünü büruzə verməyə bilər. Ola bilər ki, deyək ki, atada, anada vitiligo xəstəliyi yoxdur, amma ulu babalarında bu problem var və bu şəkildə övladlara da bu məlumat ötürülür. Emil bəy, son zamanlar deyilir ki, qohum evlilikləri genetik xəstəliklərə səbəb olur. Bunu həmçinin dəri problemlərinə də şamil etmək olar. Bir anlıq təsəvvür eləyin ki, cəmiyyətdə vitiligoya yanaşma dəyişir. İnsanlar onu görəndə görməzdən gəlir. Mənə çox maraqlıdır ki, akne problemi genetik bir problemdirmi? Məişət stressləri vitiligo yaratmaz, vitiligonu artırmaz. Hansı nahiyələrdə vitiligo xəstəliyinin müalicəsi daha rahat, daha asandır? Amma dərinin üst təbəqəsini, epidermisi zədələyən metod vitiligoda ehtiyatla tətbiq olunmalıdır. Emil bəy, belə bir deyim var ki, günəş girməyən evə həkim girər. Bəs günəş bu qədər zərərlidir, bunlardan danışdıq. Yəni bəs bu deyim necə meydana gəlir? Bu tip verilişlər, podkastlar düşünürəm ki, cəmiyyəti addım-addım vitiligo haqqında daha bilincli bir səviyyəyə gətirəcək.